Salam 9-cu sinif şagirdləri, sizinlə bugün bu videoda pronoun bölümünün testlərinə baxacağıq. Demək, birinci testimizdə baxsaq, bizə choose a correct variant deyir, doğru variantı seç. Burada nöqtələrdən qabaqda bir preposition var, preposition. Nöqtələrdən sonra isə minerals isim var. Bunu da buraya yazacaq. Aha, bu şəkildə. Demək, burada biz iki qayda görürük və yaxud da belə deyək, iki qayda yadımıza düşür. Nöqtələrdən sonra isim var. Bu bizə deyir ki, burada əvəzli olaraq yelik əvəzliyini işlətməlisən. Nöqtələrdən də qabaq for preposition var. Bu da bizə deyir ki, obyekt əvəzliklərini, obyektal əvəzliklərinin qaydasına görə nöqtələrdən öncə preposition və feil varsa, onda burada obyektal işlənməlidir. Belə olan halda uşaqlar nə edəcəyik biz? Demək, əgər nöqtələrdən sonra isim varsa, onu yadımızda saxlayırıq ki, qabaqdakı bu obyektal qaydası belə deyək, əhəmiyyətini itirir və biz fikir veririk nöqtələrdən sonra gələn ismə, ona görə burada əvəzlik seçəcəyik. Təbii ki, yelik əvəzliyi, asılı olan yelik əvəzliyi seçəcəyik. Ona görə də müstəqil olanları silirik. Burada it is işlədə bilmirəm. Çünki burada yeni bir fikir başlamır. Sildim. Qaldı iki variantım. Bu variantları həll edərkən isə cümləyə fikir vermək lazımdır. Burada the company exploited, şirkət istismar edirdi. The land, torpağı. Demək, istismar edilən, yəni üzərində iş görülən nədir? Torpaqdır. Onun mineralları üçün deyəcəm. Onun mineralları üçün. The land təkdə olduğu üçün burada it seçəcəm. Növbəti testimizə baxırıq. The dog hurt leg while jumping. Demək, deyir ki, it zədələmişdi ayağını. Nə vaxt? Tullanarkən. Burada yenə baxırıq, nöqtələrdən qabaq feil var. Nöqtələrdən sonra isim var. Nöqtələrdən sonra isim varsa, obyektal qaydası düşür burada. Ona fikir verməyəcək. Nöqtələrdən sonra ismə görə seçim eləyəcək. Burada the dog dediyi üçün, yəni it dediyi üçün, təkdə olduğu üçün, demək, nə seçəcək? Burada it's, yəni onun ayağını qırmışdı deyirik. Digər variantlara baxsaq, burada D variantı özündən sonra isim istəmir. Obyekt aldı. Yenə obyekt aldı. It's də cümlə başlamadığı üçün seçim eləyə bilmirəm. Üçüncü testə fikir veririk. Westminster Abbey is famous for, baxın, Westminster abadlığından söhbət gedir. Aha. Təkdədir. Burada baxıram, nöqtələrdən sonra yenə isim var. Ona görə bu qayda düşür. Yəni obyektal qaydası düşür. Bunu nəzərə almayacağam. Nöqtələrdən sonra isim olduğu üçün müstəqil olan formanı sildim. Yenə yeni bir cümlə başlamır. Onu silirəm. Itself burada işlədə bilmərəm. Çünki özü üzərində bir iş görmür. Sildim. Qaldı iki variantım. Mənim burada haqqında danışdığım təkdə olduğu üçün deyirdə seçə bilmirəm. Qalır bizdə nə? It's. Dördüncü testə baxırıq. Dördüncü testdə choose a correct pronoun, düzgün əvəzliyi seçəcək. Altından xətt çəkilibdir. Her son's marks are usually good deyir. Onun oğlunun qiymətləridir. Yəni onun deyil. Onun oğlunun kişi cinsidir. Və altından xətt çəkilən hissədən sonra baxın, isim gəlibdir. Ona görə müstəqil olanları seçə bilmərəm. Kişi cinsi və təkdə olduğu üçün cəmdə seçə bilmirəm. Qadın cinsi də seçə bilmirəm. Ona görə qalır bizdə E variantı. Növbəti testimizə baxırıq. 5-ci testdə. Nöqtələrdən sonra isim var. Suggestion, təklif, özbətə zən,
Burada isə nöqtələrdən sonra isim yoxdur. Yəni burada hər ikisinə yiyəlikdir. Birində isim tələb edən aslı yiyəlikdir, biri də isimsiz olan müstəqildir. Birinci tərəflərdən müstəqil olanları silirəm, çünki nöqtələrdən sonra isim var. İkinci tərəfdən isə demək aslı olanları silirəm bu şəkildə və nə qalır? Y variantı. Növbəti 6-cı testdən davam edək. Demək 6-cı testə baxsaq, burada yenə nöqtələrdən öndə for var, nöqtələrdən sonra isim var. Sifət seçaşdırması və burada bu ismi nə edir bizim üçün? Təyin edir. Yəni ona bağlı olaraq orada işlənibdir. Demək burada yenə bu qayda düşəcək. This region, bu region, söhbət regiondan gedir. Xəbərindən, işarə əvəzliyindən görürəm ki, bu necədir? Təkdədir. Ona görə də burada seçəcəyim aslı yiyəlik əvəzli təkdə olmalıdır. Variantımız C variantıdır. Digər variantları ələmə üsulundan da gedə bilərdim. Baxıram nöqtələrdən sonra isim var. Ona görə isimsiz halları silirəm. Cümlə başlamır. Ona görə bunu da seçəmərəm. Belə də eləsəydim yenə X qalmış olacaqdı. 7-ci testə baxıram. 7-ci testdə the police həmişə cəmdədir, police. Bunu əvəzləsəm, cümlə başındadır, özündən sonra xəbər gəlibdir. Z ilə əvəzləyəcəm, ona görə tək olan halları silirəm. Have found the thief. Bu isə oğrudur, yenə təkdədir. Demək, feildən sonra gəlib, obyektal formasını seçməliyəm. O mənada yəlik hal, aslı, özündən sonra isim istəyən halı silirəm. Təkdədir deyə Z-mi də silirəm. Qaldı məndə demək D variantı. 8-ci testə baxıram. Yenə əvəzləyəcəm. Both Helen and Susan are going to Julia's birthday party. Bu şəkildə olanda əvəzləmədə həmişə nə edirəm? Baxın, bunların olmadığını düşünün. Baxın, buranı çıxdım. Bir də buranı bu şəkildə çıxıram. Baxıram, burada 2 nəfərdən söhbət edir. Cümlənin əvvəlindədir, özündən sonra xəbər var, yəni mübtəda yerindədir. Ona görə də mən burada şəxs əvəzliyi seçəcəyəm. Adi halını seçəcəyəm. Bu mənada yəlik əvəzliklərini silirəm və burada ar olduğu üçün, to be-nin forması ar olduğu üçün şid ola bilməz. Yəni şidən sonra is olmalıydı. Sildim. Qaldı mənim 2 variantım. İndi to-dan sonraya baxıram. Burada nöqtələr kimi fikirləşin. Nöqtələr kimi. Burada to var. Ancaq nöqtələrdən sonra da birthday party var. Ad günü məclisi. Yəni isim var. Ona görə də buradakı bu qayda, yəni obyektal qaydası düşür və bura mən nə ilə əlavə eləyəcəm? Qadın olduğu üçün də və əlavə eləyəcəm və yaxud da belə baxa bilərəm. Nöqtələrdən sonra isim var deyə isimsiz hala gedir. Qalır bir dənə B variantı. Növbəti testə baxırıq. Yenə eyni qayda ilə baxın. Möhtərizəyə aldım. Buranı da möhtərizəyə alıram. Rahat olsun deyə. Burada yenə 2 nəfər var. Buranı nöqtələr kimi fikirləşsəm, boş fikirləşsəm, bundan sonra feil var. Ona görə yenə şəxs əvəzliyin adi halı gəlməlidir. Və burada demək to be-nin keçmiş zaman cəm formasını görürəm. Ona görə təki silirəm. Və özündən sonra isim istəyən halı silirəm. Qalır burada 3 variantım. İkinci tərəfə baxıram. Nöqtələrdən sonra və yaxud da möhtərizəyə aldığım yerdən sonra isim gəlir. İsim gəldiyi üçün isimsiz halları da silirəm. Bunu da əvvəlcədən silə bilərdim əslində. Qaldı məndə B variantı. 10-cu testə baxaq. Don't forget to wash the dishes. Cəmdədir. Qablar cəmdədir. Bunu əvəz eləsəm, feildən sonra
gəldiyini görməliyəm. Baxın, feildən sonra. Və bunun özündən sonra, baxın, birbaşa mən isim görmürəm. Ona görə də əsasən feilə fikir verəcəm. Feil varsa burada, demək mən obyekt halını işlədəcəm. Ona görə də obyekt halı və cəm seçəcəm. Ona görə də burada A variantım düzgün variant olar. Digər variantlar isə düzgün deyil. Nə mənada? Zeyr özündən sonra isim istəyir. Burada isim yox idi. Zey cümlənin əvvəlində gəlir və yaxud da yeni fikir başlayanda mübtəda yerində çıxış edir. It yenə özündən sonra isim istəyir və təkdədir, olmaz. It obyekt aldı, amma burada təkdədir. Mənim ismim isə, əvəzləyəcəyim isim isə cəmdədir, ona görə olmaz. Növbəti testlərə baxaq. 11-12-ci test. Demək, burada fikir versək, neither norm haradadır? Neither nor var. Neither the merchants nor the shoppers, nə tacirlər, nə də belə deyək, dükançılar knew how the crisis was going, demək, necə was going to affect, necə təsir edəcək onların büdcələrinə, onların maliyyəsinə. Burada fikir versək, demək, söhbət həm kimlərdən gedir? Tacirlərdən, həm də dükançılardan. Bunlar cəmdə olduqları üçün, yəni onların büdcələrinə necə təsir edəcək? Ona görə də burada, demək, onlar olaraq nəzərə almalıyam. Nöqtələrdən sonra isim var. İsim varsa, aslı yiyəlik istəyəcəyəm. Ona görə də variantım D variantıdır. Deyirsə olmaz, özündən sonra isim istəmir. Özündən sonra isim istəmir. Demək, burada it's onun deməkdir və belə deyə orta cinsi ifadə eləyirdi. Olmaz. Cümlə başlamır, yenə C variantı olmaz. 12-yə baxıram, look after. Burada vergildən sonra Mike gördüm. Demək, burada bir müraciət var. Deyir, qayğısına qal. Kimə deyir? Mike'a deyir. Ona görə də burada sən özün olacaq, yourself. Növbəti testimizə baxırıq, 13-cü testdə. Onu biraz belə böyüdək. 13-cü testdə. Bu qələmimizi də bağlayaq, bizə mane olur. 13-cü testdə fikir versək, demək, nöqtələrdən sonra isim var. Nöqtələrdən sonra ismin olması, demək, mənə nə deyir? Müstəqil olan formanı buradan neyəcəm? Siləcəm. Cümləni bir oxuyum. I didn't like the style of the faux coats. Hə, söhbət nələrdən gedir? Paltolardan. Deyir, mən onların stillərini xoşlamıram, yəni paltoların stillərini xoşlamıram, lakin I like it, xoşlayaram onların rənglərini, their colors olar. Bura cəmdə olduğu üçün it's olmaz. Cəm obyekt halda olmaz. Nöqtələrdən sonra isim var, cümlə başlamır, yaza bilmərəm. 14-cü testə baxıram. Joseph Little Miss did all the sums. Joseph'in balaca əmisi qızı, dayısı qızı, burada Nice görürəm. Ona görə də o öz üzərində iş gördüyü üçün did all the sums, bütün hesabları, bütün məsələləri eləmişdi, özü etmişdi. Herself deyəcəm. Buradan kiçik bir belə kömək məqsədli bir şey deyim. Adətən belə də uşaqlar Nice, bir də nephew, bunları qarışdırırlar, yəni səhv salırlar ki, bunların hansı kişi cinsidir, hansı qadın cinsidir. Yadımızda saxlayaq. Demək, baxın, Nice'də bir ece sözü var. Ece, qız adıdır türkçədən. Burada isə ph, f oxunduğu üçün, baxın, bir f var.
Bu şəkildə yadınızda saxlaya bilərsiniz. Efe oğlandır, Ece qızdır. Ona görə də variantım D variantı olacaq. Növbəti 15-ci testə baxıram. Neither the teacher nor the students expected you make such important decisions. Aha, burada baxıram, yenə neither nor var. Neither nor varsa, onda mən nəyə diqqət edəcəm? Nə müəllimlər, nə də şagirdlər bu şəkildə deyir. Expected you to make such important decision. Sənə neynədilər? Demək, müəllimlər və şagirdlər gözləmədilər sənin belə mühüm qərar verməyinə. Yəni, bu qərarı kim verib? Sən özün və yaxud da siz özünüz. Burada demək, seçim olacaq nə? Yourself, bir də yourselves A variantı. Növbəti testdə 16-da choose a correct option. Whose book is this? Bu kitab kimindir deyir. It is. Baxıram, nöqtələrdən sonra isim yoxdur. Nə deyəcəm burada? Mine. 15-də uşaqlar burada. Bu tip cümlələrdə biraz diqqətli olmaq lazımdır. Yəni, baxın, burada bir feil işlənir. Yəni, nə müəllim, nə də şagird tələbələr gözləmirdi deyirsə, bundan sonra baxın, you make such important decisions, sənin belə vacib qərar alacağına, yəni sənin özünün bunu edəcəyinə. Burada demək, mən əsas fikir verməliyəm cümlənin nəyinə? Tamamlığına bu tip cümlələrdə. Çünki burada işi görən, öz üzərində iş görülən, bax, artıq cümlənin tamamlığı olur. Belə cümlələrdə bir qədər diqqətli olun. Yaxşı. 16-cı testi həll etdik. 17-yə baxaq. 17-də choose a correct variant deyir. Yenə düzgün variantı seçəcək. Demək, clock on the wall shows the right time. Saat, divardakı saat göstərirdi. Doğru vaxtı, düz vaxtı. Buradakı seçimimiz clocka görə nə ola bilər? Clock təkdədir. Cəm olanları silirəm. Özündən sonra isim istəməyənləri də silirəm. Qalır C variantı. 18-ə baxırıq. 18-də there wasn't in the house, it was empty. Bax, bu cümlə mənə kömək olmalıdır. It was empty. O boşdur. Boşdursa, onda evdə heç kim yoxdur. Heç kim demək üçün, baxın, inkardan sonra heç kim demək üçün istifadə edəcəm anybody'dan. Niyə digərlərindən istifadə eləmirəm? Burada baxın, no. Bunlar inkardır. İnkar bu şəkildə heç vaxt işlənməz. Ona görə də bunlar olmaz. Some və onun törəmələri isə inkardan sonra, yəni burada işlənməz. İnkardan qabaq hardasa işlənər. Yəni cümlənin əvvəlində hardasa bir yerdə işlənər. Amma inkardan sonra işlənməz. 19-a baxırıq. Burada yenə move var. Təkdədir, film deməkdir. Ona görə cəm olanları silirəm. Burada əgər şəxs əvəzliyin adi halı gəlsəydi, özündən sonra feil gəlməli idi. Ona görə də bunu da silirəm. Obyektal formasıdır. Cümlənin əvvəlində bu şəkildə işlənmir. Qaldı nə? C variantı. Növbəti testə baxırıq. 20-ci testdə they must plant the trees. Onlar əkməlidirlər ağacları. Onlar kim? Özləri. D variantı. 21-ci testə baxacaq. 21-ci testdə whose money is this? Deyir ki, bu pul kimindir? Söhbət nədən gedir? Money. Puldan gedir. Təkdədir. Ona görə də sayılmayandır. It is my sister's deyəcəm. This deyə bilmirəm. Cəmdədir.
Yenə burada them deyə bilmərəm. Cümlənin əvvəlidir. Obyektal işlədə bilmərəm. D-də it's-dən sonra isim gəlməlidir. Olmaz. Money orta cinsdir. Burada da yenə he, yəni kişi cinsi işlədə bilmərəm. 22-ci testə baxıram. The teacher wanted to discuss this interesting question. Deyir, müəllim istəyirdi ki, burada fikir verin, nöqtələrdən sonra birbaşa isim yoxdur. Ona görə nöqtələrdən əvvələ baxırıq. Feil var. Obyektal qaydası gəlməlidir. Burada da obyektal A variantıdır. Them. Növbəti testə baxırıq. Whose house is this? Mr. Simpson's or your aunt's? Demək, bu testdə əvəzləyəcək kimi cənab Simpsonun yaxud da onun yaxud da sənin xalanın və ya bibinin evi bu anlamdadır. Demək, nəyə baxırıq? Cənab Simpsonu əvəzləsək, belə deməliyik, cənab Simpsonun evi, onun evi, burada nə olacaq? His və yaxud da sənin xalanın evi və yaxud da bibinin evi, burada isə olacaq nə? Hers. Niyə demək isimsiz halları seçdim? Çünki burada baxırsınız, isim heç birində neyəmir? İşlənmir. Variantımız isə D variantıdır. 24-də baxırıq. 24-cü testdə Alice often asks Bob. Asks Bob. Bob kişi cinsidir. Nöqtələrdən sonra buranı nöqtə kimi fikirləşsək, sonrasında isim yoxdur. Önündə feil var. Feil olduğu üçün obyektal seçəcəyəm. Bob kişi olduğu üçün burada him deyəcəm. To help her children. Onun uşaqlarına. Burada da yenə baxıram. To help var, feil var. Nöqtələrdən qabaq. Yenə obyektal seçəcəyəm. To help uşaqlar cəmdə olduğu üçün them deyəcəm. Variantım D variantı. Növbəti testimizə baxaq. 25-də demək Jane asked the waiters. Burada yadınıza salım. Sonunda S olanda adətən qadın cinsinə aid olan isimlər əmələ gətirirdi. The waiters ofisiant demək qadındır, ofisiant qız. Jane asked. Demək, burada feili görürəm. Baxın, buranı belə alıram möhtərizəyə. Feili gördüyüm üçün demək, obyektal seçəcəyəm. Qadın cinsində olduğu üçün Jane asked her olacaq. Yəni, burada bir her işlədəcəm. Burada yenə baxın. For'dan sonra gələn isimdir. Demək, burada isə işlədəcəyim nəyi? It. Bill orta cinsdir. Ona görə burada da işlədəcəyim it və seçimim olacaq A variantı. Bill burada hər halda faktora qəbz belə nəzərdə tutur. 26-da baxırıq. David asked the waiter. Burada yenə baxın. Waiter'dir. Yuxarıda waiters'idir. Kişi cinsidir bu. To bring cheers. Baxın, bunu da möhtərizəyə aldım. Baxıram, möhtərizəyə aldığım yerdən qabaqda feil var. Sonrasında isə birbaşa isim yoxdur. Ona görə, feil olduğuna görə, bu da kişi cinsində olduğuna görə, burada seçimim olacaq nə? Him. Him. Obyektal yəni. Demək, nöqtələrdən qabaq və ya boşluqdan qabaq nə gələndə demişdik? Feil gələndə, bir də preposition sözünü gələndə obyektalı işlədirdik. Bir də bura fikir verirəm, yenə bu möhtərizəyə aldığım hissədən qabaqda yenə feil var. Bu da təkdədir. Yenə juice, meyvə suyu, nə deyəcəm burada? It, him, it şəklində variantım olacaq Y variantı. Növbəti 27-ci testə baxırıq. If you don't buy, trousers həmişə cəmdədir. I'll buy şəkildə yazılıbdır. Demək,
Nöqtələrdən qabaq feil olsa da nöqtələrdən sonra isim var. İsmi nəzərə alacağım. Ona görə də burada cəmdə olduğu üçün ya zis deməliyəm, ya da zos deməliyəm. Ona görə təkdə olanı silirəm. I'll buy, mən alacağam, feil var. Nöqtələrdən qabaqda obyekt al seçməliyəm. Söhbət şalvarlardan getdiyi üçün them deyəcəm. Yəni onları. Ona görə də variantım burada ikinci tərəf obyekt al. Bu olar, bu olmaz, bu olmaz. Bu da necə olmaz? Demək, təkdədir. Ona görə olmaz. Variantım B variantıdır. If you don't buy this trouser, sən əgər bu şalvarı almasan, I'll buy them, mən onu alacağım. Və yaxud da mən onları alacağım. Bu şəkildədir. I don't need, nöqtələrdən sonra baxıram, isim var. Cəmdədir, həmişə cəm olan isimdir. Ona görə də tək variant varsa onu silirəm. Nöqtələrdən sonra isim yoxdur. Take var burada. Feil var. Obyekt al olmalıdır. Yaxşı. Obyekt al. Bunları silək. Təkdə olanları da silək. Qaldı nə variantım? D variantım. 29-a baxırıq. 29-da demək nöqtələrdən sonra collection isim var. Ona görə bu qabaqdakı qayda öz əhəmiyyətini itirir. Demək James Park is famous for söhbət Street James Parkdan gedir. Demək cansız olduğu üçün its collection olacaq. Its collection. Bu cəm üçündə olmaz. Bu qayda şəvəzliyidir. Burada işlənməz. Kişi cinsi deyil. Sildim. Cümlə ilə başlamır. Təzə cümlə başlamır. It is deyəmirəm. Qaldı burada G variantı. 30-a baxıram. Yenə nöqtələrdən sonra isim var. Və cəmdədir. Tək olan variantları sildim. Zos, bir də zis var burada. Burada baxıram, baxın, xəbərim cəmdədir. Ona görə it olanı da sildim. Qaldı nə? A variantı. Növbəti 31-ci testimizə baxaq. Demək, burada if you listen to all advice var. Sayılmayan isimdir. Ona görə cəm olanları silirəm. Hers'dən sonra isim gəlməz. Yəni advice qarşısında belə deyək, isimsiz müstəqil olan yəlik əvəzi istəmir. Onu da sildim. Qaldı mənim 2 variantım. Burada baxıram ki, C variantında its var. Its özündən sonra isim istəyir. İsim istəyir burada. Ona görə bunu da sildim. Qaldı demək nə variant? D variantı. 31 adladım, bağışlayın. Why don't you want to buy? Trousers var. Cəmdədir. Cəmdə olduğu üçün tək olan 2 variantı sildim. I don't find fashionable. Demək, burada nəyə diqqət eləyəcəm? Burada nöqtələrdən sonra isim yoxdur. Ona görə qabaqda find var, feil var. Ona diqqət eləyəcəm. Buna uyğun olaraq da obyekt al seçməliyəm. Obyekt al seçsəm də yuxarıda trousersdan söhbət gedirdi. Təkdə olanı sildim. Bu obyekt al deyil, qaldı D variantı. 33-ə baxıram. Nöqtələrə aldım bunları belə sizin üçün. Demək, cümlənin əvvəlindədir. The guests, qonaqlar, cəmdədir. Ona görə də burada tək olan variantların hər ikisini silirəm. Z ilə başlayacaq. Their glasses, onların and wished him good luck. Stəkanlarını deyir, qaldırdılar və arzu etdilər. Stəkanlar burada görürəm, yenə nədədir? Cəmdədir. Feildən sonra gəlir.
nöqtələr kimi fikirləşsəm, bundan sonra isim yoxdur, ona görə feili nəzərə alacağam. They, burada da olacaq them. They raised them. Onlar qaldırdılar onları. Bu şəkildə variantım C variantı olacaq. Növbəti 34-cü testə baxıram. Burada are olduğu üçün təkdə olanları siləcəm. Demək, qaldıq burada nəyə fikir veririk? Nöqtələrdən sonra isim yoxdur. Nöqtələrdən sonra isim yoxdursa, isim tələb edən variantları da silirəm. Qalır məndə D variantı. Are these Ben scissors or yours? Deyir, bu B-nin qayçısıdır, yoxsa səninki bu şəkildədir. Növbəti 35-ci testə də baxaq. Bu da onun qaydasındadır yenə. Yenə burada are var. Tək olan variant varmı? Sildik. Yəni 5 olanı sildik. Belə. Baxırıq, nöqtələrdən sonra isim olmamalıdır. 2, 3 olan variantları da sildik. Qaldı variant. Növbəti 36-cı testə baxırıq. Demək, 36-da yenə eyni variantdır, amma biraz fərqlidir. Are var burada, ona görə this olanı sildim. This olanı sildim. Yəni 4-5 olanları silsək, qalanlarına baxa bilmədi uşaqlar. Cavab çıxmış olur. 36 bir variantı. 37-də nöqtələrdən qabaqda feil olsa da sonrasında isim var. Wing, qanat, qanatları. Aha. Burada baxıram ki, the bird deyir, quş, sprayed. Demək, cansız olduğu, heyvan olduğu üçün, orta cins olduğu üçün mən burada baxıram, yəlik əvəzliyi tələb eləyir. Hansı yəlik əvəzliyi? Aslı olan, yəni özündən sonra isim gələn təkdə its olacaq, its wings olacaq. Müstəqildir, silirəm. Quşlardan söhbət eləmir, quşdan söhbət eləyir, silirəm. Bu isə obyektaldır. Burada obyektal rol oynamır, çünki nöqtələrdən sonra isim var idi. 38-ə baxıram. 38-də demək, you love the place with. Aha. Deyir, sən xoşlayacaqsan yeri, söhbət yerdən gedir. With nöqtələrdən sonra sunny weather var. Günəşli havası. Yəni artıq isim var. İsim olduğu üçün bu qayda getdi. Yəni obyektal qaydası getdi. Söhbət də yerdən getdiyi üçün it's sunny weather and beaches deyəcək. Onun demək, günəşli havası və çimərlikləri bu şəkildədir. 39-a baxdıq. Jane expected. Aha, feil var. Feildə nöqtələrdən sonra birbaşa isim yoxdur. Ona görə obyektal seçimi edəcək. Burada demək, as olacaq. Olarmı? Olar. Me olarmı? Burada demək, me də olar. Yaxşı. Belə baxıram ki, hə, də, me. Birinci tərəfdən bir şey elə bilməyəcək. İkinci tərəfə bax, nöqtələrdən sonra isim var. İsim varsa, demək, müstəqil hal getdi. Müstəqil hal getdi. Bunları işlədə bilmərəm. Müstəqillər özündən sonra isim istəmir. Variantlara baxsam, 2-4 olan variantları çıxıram. Yerdə qaldı 1-3-5 variantı. Növbəti 40-cı testə baxacaq. Kevin wanted. Yenə nöqtələrdən qabaqda feil var. Nöqtələrdən sonra birbaşa isim gəlmir. Ona görə obyektal qaydası burada işləyəcək. Yenə baxırıq, burada isim var. İsim varsa isimsiz halı çıxdıq. Yaxşı. Daha nəyə baxa bilərik? Hə, burada demək 2-də şəxs əvəzliyin adi halı gəlir. Cümlənin ortasında bu şəkildə feildən sonra gələ bilməz. 2-4 olan variantları çıxsaq 1-3-5 C variantı.
41-ə baxırıq. 41-də demək, cümlənin əvvəlində baxıram ki, nöqtələrdən sonra article var. Burada demək, its versiyası ola bilməz. Yəni, yəlik, aslı yəlik əvəzlərindən sonra heç bir article işləmir. Sildik bunları. Demək, it is şəklində gələcək. Gəldik bura. Lives var. Lives. Burada baxıram ki, bu feil kimin deyil. Çünki burada bir feil var. Onda demək, burada söhbət nədən gedir? Yarpaqdan gedir. Yarpaqdan, onun yarpaqları, dedim elə, onun yarpaqları. Birinci tərəf it is, ikinci tərəf its, onun yarpaqları. Plant. Yaxşı. Variantım olacaq B variantı. Demək, it is a beautiful plant. Gözəl bir bitkidir. Its leaves, onun yarpaqları bu şəkildədir. 42-yə baxırıq. Yenə burada clauses var. Burada ar olduğu üçün zəti sildim. Zisi sildim. Clauses ikinci tərəf müstəqil olmalıdır. Müstəqil olmayanları silirəm. Nə qaldı? B variantı. 42-də. 43-ə baxacaq. 43-cü testdə. Have you heard? You var. 3, 4, B variantı. 44-də baxırıq. Choose a correct variant. Have you done the housework yourself? Bir də your service. Deyir, sən özün etmişdin ev işlərini, bir də siz özünüz etmişdiniz ev işlərini. Bu şəkildə sual eləyir. Yəni, demək, qayda əvəzliyi istəyirsə məndən öz üzərində iş görmək. Baxıram burada söhbət demək, səndən və yaxud sizdən gedirsə, yourself, your service şəklində seçim eləyirəm. I like trousers. Aha, cəmdədir. Ona görə tək olan variantları sildik. But I don't like. Burada yenə onların rəngləri deyəcəm. O mənada it istəyə bilmirəm. It is də ola bilməz. Qaldı burada B variantı. Bu nə idi ortada belə? Nəysə. Testləri demək, yendirmişik. Kimsə düzədib, əlinə sağlıq PDF eləyibdir. Ancaq ortada bir əlavə var idi, gördünüz orada. Demək, 46-cı testə baxacaq. She liked not only the dress. Deyir, o sadəcə, o yalnız libası xoşlamadı. Söhbət libasdan gedir. Libasın özünü də, yəni bu şəkildə deyəcəm. Libasdan söhbət getdiyi üçün bu qadın cinsi deyə bir şey götürə bilmərəm. Itself olmalıdır. But also, deyirlər ki, həmçinin demək, onun rəngini deyəcəm. Itself. She liked not only the dress itself, but also its color şəklində olacaq. Növbəti test, 47-ci testdə to be successfully in life. Aha. You must believe in yourself. Olar mı? Olar. 47-yə baxırıq. Deyir, əgər həyatda müvəffəqiyyətli olmaq istəyirsə, müvəffəqiyyətli olmaq, to be successful in life, həyatda müvəffəqiyyətli olmaq, you must believe in, sən inanmalısan özünə, yəni bir olar, buna uyğun olaraq siz inanmalısınız özünüzə. Digərlərinə baxsam, variantlardan əliyim, she ilə yourself olmaz. Z ilə ava servisi olmaz, zəm servisi olar. Bir üç olar, he, himself. 1, 3, 4. Aha, 48-ci testə baxırıq. To be really healthy. Aha. Yenə onun kimidir. Olar. Bu variant düz deyil. Olar. Bu variant da düz deyil. Bu da olar. 1, 2, 4. Yəni, şəxs əvəzliyi, ona uyğun qayda əvəzliyi. Şəxs əvəzliyi, ona uyğun qayda əvəzliyi. Bu şəkildə seçim eləməliyik. 1, 2, 4 variant, Y variantı. Növbəti 49-da John couldn't make a decision. Aha. Demək, John
qərar verə bilmirdi, yəni özü. John kişi cinsi olduğu üçün, yəni he olduğu üçün. Burada nə deyəcəm? Himself. O mənada bunlar getdi. Qaldı iki variantımız. So his parents offered, təklif etdilər, deyir onun valideynləri ona onların köməyini olacaq. Yəni burada kömək var, isim var. İsimsiz variantı silirəm, qaldı C variantı. Növbəti 50-ci testə baxacaq. 50-ci testdə whose books are deyirsə, bu kitablar kimindir? Ona görə də birinci tərəfində tək olanları sildik. Burada da tək var. Demək, whose books are they? İkinci tərəfdə they are teachers, onlar müəllimindilər. Z deyə bilmərəm yenə. Çünki burada yenə baxıram ki, nə var? Are var. Bu da getdi. Qaldı Y variantı. 51-ci testə baxırıq. Do your job Joseph deyir. Demək, Joseph belə deyək, təkdədir. Sən elə bil, sən özün edirsən işini bu şəkildə. Joseph təkdə olduğu üçün Yosef. Belə də baxa bilərsiniz, burada xitab var. Xitab olduğu üçün, yəni xitaba görə ya Yosef ya da Yosef olmalıdır. Burada təkdədir də Yosef. John spent a lot of money on books. Bir money əvəzləyəcəm, bir də books əvəzləyəcəm. Burada spent var, xərclədi. Buna uyğun olaraq demək, John spent money təkdə olduğu üçün a lot of it, yəni ondan xərclədi. On books, books da cəmdə olduğu üçün kitablara. Xərclədi, kitablara. Zəm. Y variantı. 53-cü testə baxırıq. Yəni burada niyə zəm yazdım? Çünki söz önü var idi burada. Söz önündən sonra obyektal gələcəkdi. 53-ə baxaq. Biraz da çəkim yuxarı. 53. The guests liked both the city. Deyir ki, demək, qonaqlar xoşladı hər ikisini. The city, şəhərin özünü olar. Bir də və onun insanlarına. Söhbət şəhərdən gedir. Yəni bu hissələr sizə çaşdırmasın. Yəni boş da heç çaşdırmasın. The city itself and its people şəklində demək olacaq B variantı. Itself, its belə. Növbəti 54-cü testə baxırıq. The Browns liked the house. Brownlar deyir xoşladı evi because location demək. Çünki yeri, nəyin yeri? Onun yeri. Its location olacaq. Yəni burada isim var. Onun üçün its olacaq. Söhbətdə the house, yəni evdən getdiyi üçün, təkdə olduğu üçün bunları sildik. It olmaz, çünki isim var. Obyektal işlədə bilmərəm. 2 dənə qaldı. It's allows. Tamam. Burada baxırıq ki, nöqtələrdən qabaqda nə var? Feil var. Feil olduğu üçün də mən burada obyektal seçməliyəm. Ona görə də özündən sonra isim istəyən halı silirəm və qaldı Y variantı. Yəni belə də baxa bilərsiniz, nöqtələrdən sonra isim yoxdur. 2 variantda qalmışdım. A variantının ikinci tərəfi isim istəyir. Avtomatik siləcəm. Növbəti 55-ci testə baxırıq. I like it not only the country. Mən deyə yalnız ölkənin özünü deyəcəm. Özünü deyil, onun insanlarıdır. Yəni itself, its şəklində olacaq. Bayaqçı test kimdir? Və admired not only the film. Ümumiyyətlə, not only but also cümlələrində demək, not only-dan sonra baxın. İsim əgər təkdədirsə, demək, itself, its
şəklində işlədəcəm. Burada da B variantıdır. 56-da. 57-yə gedək. Düzgün variantları seçəcəm. 57-də. She's very interested in Brazil and its history. She's very interested in Brazil. Deyir, onu çox maraqlandırdı. Nə? Braziliya və onun tarixi. Bu düzdür. I knew it was a giraffe because of its long neck. Bu da düzdür. Its long neck. Onun uzun ayaqları. Yaxşı. The firm has decided. It is olmaz burada. Its name var. Yenə its food olar. The city yenə its var. Yəni bunlar səhvdir bu üç. 1-2 var mı? Y variantı. 58-ə baxırıq. 58-də it's my birthday today. Bəli, bu düz olar. Burada it's bir də my deyə bilmərəm. Yəni həm it's deyim, həm my deyim. Hər ikisi aslı yəlik əvəzidir. Bu şəkildə olmaz. Ona görə bu variant düzdür. Great Britain is famous for its textile industry. Düzdür. Onun demək nə? Tekstil sənayesi ilə. 2. 1-2. Bura baxaq. Burada yenə its leg olacaqdı. Its flowers. Its sides olacaqdı. Səhvdir bunlar. 1-2-ci variant. 59-a baxırıq. Let. Bir əmr var burada. Ya da belə deyək, feil var. Leave. Bir də room yazılıb. Yaxşı. Demək, burada birinci obyektal işlənməlidir. Obyektal deyil. Obyektal deyil. Obyektal deyil. Sildik bunları. İkinci tərəfdə isim var. Onu nəzərə alacağım. Aslı olan işlənməlidir. Aslı deyil. Qaldı nə? E variant. Let them leave this room şəklində. Yenə burada baxıram. Obyektal istəyəcək. Nöqtələrdən sonra feil var. Burada da let var. Feildir. Yaxşı. Obyektal deyil. Obyektal deyil. Obyektal deyil. Qaldı 2 variantımız. İsimsiz istəyir. Burada isim var. A variantı. 61'ə baxırıq. I have ironed the trousers. Do you want me to bring? Nöqtələrdən sonra isim yoxdur. Ona görə isim istəyən halların hər ikisini sildik. Your'sdur burada. İndi bura diqqət edirəm. Söhbət şalvardan gedir. It olanları da sildim. Qaldı C variantı. 61. Növbəti 62-ci test. Yenə burada the glasses, paltarlar, diqqətli olaq. Yenə nöqtələrdən sonra isim yoxdur. İsimsiz hal, isim istəyən halları sildim. İkinci tərəfdə demək burada nə olacaq? Cəmdə olmalıdır. İtləri də sildim. Glazesa görə cəm olmalıdır. Qaldı nə? E variantı. 63. If you considered advice var burada, baxın. İsim var, təkdədir. Cəm olan variantları silirəm. You deserve. Yaxşı. You var. Yəni burada bir cümlə başlayır, you ilə başlayır. Qayıdış əvəzliyi burada nə olar? Yourself olar. Ona görə bunu da sildim. Qaldı. Bunu da sildim. C variantı. 64'ə baxırıq. James. If you suppose. Information təkdədir. Cəm olanları silirik. Try to find out something. Yaxşı. Burada xitab var, uşaqlar. Ona görə də demək, nə işlənməlidir? Xitab varsa, yourself, yourself təkdədir, yourself olacaq. Himself də sildim. Qaldı B variantı. Yaxşı.
65'e baxırıq. Biraz da indirim. 65'dən 68'e qədər rahat baxaq. Demək, burada article var. It's olmaz. It'sləri sildik. Burada baxıram ki, nöqtələrdən sonra isim var. İsim varsa it's olacaq. Ona görə də 65 C variantı. 66'ya baxırıq. Article gördük. It'sləri sildik. It is şəklində qalacaq. Burada baxıram, is var onsuzdur, görürsünüz. Yəni ikinci dəfə it is olmaz. Getdi, qaldı Y variantı. 67'ye baxırıq. Look over. Tamam. Zeyr olmaz, Z olar, zeyr olmaz. Over varsa oraya işarə əvəzliydi. If you want to see where burada baxırıq, to be'nin forması are building-dirmi, yoxsa there are buildings in a bridge. Demək, körpünün əgər burada vardır bina körpünün üstündədirsə, on the new bridge, yaxşı. Demək, burada nədir? Baxın. Z-lə də siləcək. Niyə silirik? Çünki burada deyir ki, if you want to see where, deyirsən, əgər görmək istəyirsən orada, they are building, onlar tikirlər, the new bridge. Yeni körpü. Mən belə başa düşdüm. 67'ni. Bəli. Olacaq Y variantı. Look over Z-yə deyir, ora bax, yəni uzağı nəzər tutur. If you want to see, deyər, görmək istəyirsənsə, nəyi? They are buildings in your bridge. Onlar tikirlər nəyi? Yeni körpünü şəkildə. 68'də baxacaq. Əvəzləyirik yenə. Bu şəkildə the design of these dresses. Baxın, ortada off var. Offlu birləşmələrdə mən baxırdım qabaq tərəfə və bura. Deyir ki, bu libasların nəyi? Dizaynı. Layihəsi. Dizaynı. Söhbət dizayndan gedir. Yəni, dizayn da belə deyək, cansız və tək olduğu üçün it deyə bilərəm. Ona görə Z-ləri sildim. Belonged to var burada. Obyekt halı olmalıdır. 2 dənəsi qalmışdı. Müstəqil olanı sildim. 68C variantı. Gəldik 69. 69'da yenə baxın, nöqtəzi aldıq. Belə. Off var yenə burada. Off'dan qabağa baxıram. Stildən söhbət gedir. It olacaq. Z olanları sildik. To var burada. To olduğu üçün müstəqil isim istəyəni də sildim. Obyekt lazımdır mənə. Söhbət nədən gedir? Those shoes. It. Hara qədər salmıyor. It belonged to him deyəcəm. Ya yox. 69'a mən deyəcəm. The style of those shoes belonged to Stephen Watson. Şəxsə baxıram da. Şəxsə baxıram. Hidi. Stephen Watson'a. Yaxşı. Ona görə də D variantı. 70'e baxıram. We like it not only the village, yorulduq, but also the landscape. Not only, but also. Nəyə baxırdım? Not only'dan sonra ismə. Təkdədir. Təkdə olduğu itself, it's. 71. 71'də very var. It's very. It is şəklində deməliyəm. Ona görə sildik bunları. Sonra baxıram, burada isim var.
İsim varsa it is olmaz. It's language olar. Yani it de olmaz. Qaldı burada 71'də C variantı. I love nature and try to protect. I love nature. Təbiəti sevir. To protect it olar burada. Yəni onu qorumağa cəhd edirəm. Demək, it's olanları silirik. Həm də it is olanları silirik. Çünki burada nöqtələrdən sonra isim də yoxdur. I think, mən fikirləşirəm ki, aha, it is my duty. Aha. Demək, burada ardınca it's verəm, çünki burada yəlik əvəzliyi onsuz da var. Yəni yəlik əvəzliyi, yəlik əvəzliyi bu şəkildə işlənməz. Ona görə bunu da sildim. Qaldı D variantı. 72, 73. 73-də baxırıq. Yenə bir möhtərəzi alın belə. Eceni yəqin ki gördünüz. Aha, Jack and Jane 2 nəfərdə olacaq Zey. V-ləri sildik. Çünki adlarını çəkir, onlar olur. To their niece, onların bacı qızısına, nə bilim, xala qızısına belə. Yəni onlara yox, onların bacı, bu təkdədir və qadın cinsidir. To, nə olacaq? Her. Yəni bu himlər zemdə gedəcək, qalacaq variantı. 74-də baxırıq. If you want to know a country and a country, bilmək istəyirsən, yəni to know-dan sonra, if you want to know, sən bilmək istəyirsən bir ölkəni və onun insanlarına, burada olacaq it is olanları sildik. Burada baxıram, sifət var. Sifət varsa da burada yəlik əvəzli gəlməz, çünki özündən sonra isim istəyir. Ona görə it's olanı da silirəm bu şəkildə. Üçüncü tərəfə baxırıq. To visit. Üçüncü tərəf it's olmaz, çünki isim yoxdur burada. Bunu da sildik. Qaldı variantı. 75-ə John and Anne blame it. Aha. 2 nəfərlər themselves, bir özlərini günahlandırdılar. Bir də nöqtələrdən qabaq blame it fail var. Bir də bizi günahlandırırlar olar. C variantı. 76-ya baxırıq. I like not only, what also, ortada parfüm, təkdədir. Itself, it's. Aha, 77-yə baxırıq. Research, discovery. Tədqiqatçıların kəşfi, söhbət kəşfdən gedir. Amma bu tədqiqatçıların deyəcəyəm, cəmdədir, bu tədqiqatçıların kəşfi. Ona görə də tədqiqatçılar cəmdə olduğu üçün tək olanları sildik. I had a lot of advantage, didn't. Bu discovery təkdədir. Ona görə burada nə deyəcəm? Didn't it. Söhbət nədən gedir? Kəşfdən gedir. Ona görə burada it olacaq. Burada itə uyğun nə var? This var. Yəni Z olmaz. Z niyə olmadı uşaqlar? Bir də deyim buranı. Biraz yorulmuşam, bəlkə qısa izahlar verirəm. Discovery kəşf deməkdir, təkdədir. Burada mən Z verə bilmərəm buna görə. 78-ə baxırıq. Have you visited Lisbon? And söhbət nədən gedir? Lisbondan və onun mənzərələrindən də, düzdürmü? Its sights. Burada baxıram, sifət var. Ona görə də burada it is deyəcəyəm. To see. Aha. Demək, it is harda var? Burada isə zəm olacaq. Niyə zəm olacaq? Çünki söhbət nədən gedir? Mənzərələrdən. Yaxşı. Harda var? C variantında. Növbəti, ələmə üsulundan da gedə bilərdiniz. Yəni, bura it's olduğu üçün, Lisbon and onun mənzərələri dediyi üçün it is-i silərdiniz belə. İkinci cümlə başı olduğu üçün və
Nöqtələrdən sonra fikir verin sifət gəldiyi üçün demək it's olanı da siləcəkdik. Belə. Qalacaqdı 2 variantı. Burada to see sites-dan, mənzərələrdən söhbət getdiyi üçün də demək bir də belə baxa bilərsiniz. Mənzərələri bir kənara qoyuram. Burada nöqtələrdən sonra isim yox idi. It's-i də silərəm. Qalar C variantı. 79-a baxaq. Qutarır mı yoxsa yox? Qutarır. Yaxşı. Children, why don't you want my college to meet you? Aha. 79-da biraz diqqətli olmaq lazım uşaqlar. Burada xitab var olmalı, amma deyir ki, niyə siz istəyirsiniz ki, mənim həmkarım sizinlə görüşsün, o özü görüşsün də. Burada istəyirsizdən sonra mənim sizlə görüşən kim olacaq? Yəni öz üzərində görən, iş görən kimdir? My college. Mənim həmkarım. Ona görə də mənim həmkarım ya kişi ola bilər, ya qadın. Himself, herself şəklində olacaq. B variantı. Alisa'nın nifu, baxın, Alisa'nın qardaşı oğlu, əmisi oğlu, dayısı oğlu. Demək, bu nədir? Nifu, Efe. Gördün mü Efe'ni? Kişi cinsidir. Kişi cinsi olduğu üçün, cümlənin də əvvəlində gəldiyi üçün he deyəcəm. He olmayan variantları sildim. Put, respectacles, yaxşı. Put, bax, putdan sonra, baxın, nöqtə buranı möhtərizə aldığım hissəni, möhtərizə demək, boşluq kimi fikirləşin. Qarşısında nə var? Fail var. Fail varsa, obyekt al istəyəcək. Sonrasında da birbaşa isim yoxdur. Ona görə obyekt al istəyəcək. Burada cəmdədir. Demək, cəmdədirsə, onda nə olacaq? Zəm olacaq. Düzdürmü? İt olanı da silirəm. Qaldı D variantı. 81-ə baxaq. Sofiyanın quzəni. Aha. Bu he də ola bilər, she də ola bilər, amma his olmaz. Qayçıdır. Həmişə cəmdədir. Sonrasında isim yoxdur, qabağında feil var. Ona görə də zəm deyəcəm buna. Aha. Baxıram, zəm olan bir dənə bir variantıdır. Yaxşı. Bu qədər. Sağ olun.